Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim, xoş gördük hər kəsi. Bugün sizləri Mərdəkandan salamlayıram, ümidvaram ki, yaxşısınız. Möhtəşəm bir hava var, bazar günü, maşallah gözəl də bir bağ çəkirəm. 4 sot yarımın içində Mərdəkanda Bravo Market var. Yoldan demək olar ki, 100 metrlik məsafədə yerləşir, yola yaxın, tam asfalt. Sol tərəfdə həyətə daxil olanda hovuzu var. Yarım daşma tipli hovuzudur. Manqalı, yanında suyu, əla. Like'larımızı əsirgəməyək. Allah hər birinizə bundan daha yaxşı, daha gözəl evlər nəsib eləsin. Arzusunda olan kirayədə yaşayanların hamısına gözəl evlər nəsib eləsin. Burada da söhbətgahı var. Qazı da, suyu da çəkilib ora. Əslində istəsəz orada, o divarda, baş tərəfdə bir kiçik bir mətbəx də yığdıra bilərsiniz. Amma mətbəxin qarşısı olduğu üçün məncə o qədər də ehtiyac deyil. Ya Allah. Keçək evə. 170 kvadrat metrdir evin sahəsi. Kifayət qədər geniş bir xolu var. Səbirli olun. Mən hər zaman qiymətini sonda deyirəm. Daxil olan kimi sol tərəfdə mətbəxidir. Bu da sizə göstərdiyim o terasdır. 22 kvadratlıq bir mətbəxdir. Ürək açan rəng tonlarından istifadə olunub, açıq rəng tonlarına üstünlük verilib. Burada da 40 kvadratlıq bir zalı var. Zaldan yaşıllıq görüntüsü var. Mən bu pərdə açmağı sevirəm də. Yaşıllığa görüntüsü, tavanın hündürlüyü 3.60'dır. Bunu da qeyd eləmiş olaq. Qapıların hündürlüyü 2.40'dır. Geniş bir sanitar qovşağı, ümumi sanitar qovşağıdır. Ev tam isti döşəməlidir. Burada qardırobu. Məncə kifayət qədər də geniş bir qardırobu var, güzgülü. Burada yataq otağı, valideyn otağı dediyimiz yataq otağı burada yerləşir. Özünün sanitar qovşağı var. Sənədləri tam qaydasındadır. İpotekaya yararlıdır. Bunu da qeyd eləmiş olaq. Evdə 3 yataq otağı var. Bu da ikinci yataq otağı. Bu da üçüncü yataq otağı. Ən balaca yataq otağı 18 kvadratdır. İndi gördüyünüz yataq otağı 25 kvadrat metrdir.